Amerika Birləşmiş Ştatlarını görmək Azərbaycanda hər kəsin arzusudur. Ən azından dünyanın ən inkişaf etmiş ölkəsinin inkişafını öz gözləri ilə bir dəfə görmək üçün. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi isə bilikli şagirdlər üçün bu imkanı yaratıb və 31 yeniyetməmiz okeanın o tayına gələcək. Seçim də ədalətlidir. Sadəcə biliyi olan qazanıb. Lalə Sənzadə 2002-ci ildə Gəncə şəhərində Flex proqramının keçirdiyi müsabiqədə iştirak edərək qalib gəlir və Amerikada bir illik orta təhsilini davam etdirmək şansı qazanır. Birləşmiş Ştatlar New York ştatında bir il ərzində özəl məktəbdə 12-ci sinfi fərqlənmə diplomu ilə bitirərək vətənə qayıdır. Lalə deyir ki, Amerika ilə Azərbaycan təhsil sistemi fərqli olduğundan və bütün təhsil dili ingilis dilində aparıldığından ilk 3 ay çətinliklə üzləşir. Amma müəyyən müddətdən sonra ingilis dilini mükəmməlləşdirməsi bu çətinlikləri də arxada qoyur. Bu bir il ərzində orada müəyyən qayda qanunlar var ki, həm qaydaları pozmaq olmaz, çünki nəticədə geri vətənə göndərilə bilərsən. Sən yeni bir adət-ənənədə, yeni ölkədə, yeni insanlarla qarşılaşırsan və sən yeni bir ailədə yaşamalı olursan. Əlbəttə ki, bu mənim xarakterimə də, mənim inkişafıma, müstəqil, həyatda müstəqil, çox ciddi qərarlar verməyimə çox böyük təkan oldu. Bu il isə Lalə kimi 31 tələbə Flex proqramı ilə bir illik orta məktəb təhsilini Birləşmiş Ştatlarda davam etdirmək şansı qazanıb. Amerikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən müsabiqənin qalibləri səfir Richard Morningstarla görüşüb. Proqramın məqsədi istedadlı, bacarıqlı və fəal şagirdləri ölkənin dövlət sektoruna cəlb olunmağa və karyeralarını bu sayədə qurmağı düşünməyə ruhlandırmaqdır. Bu il Flex proqramı ilə bir il Amerika Birləşmiş Ştatlarında təhsil alacaq şagirdlərdən biri də 10-cu sinifdə oxuyan Teymur Fətullayevdir. O 11-ci sinif təhsilini Amerikada davam etdirəcək. Teymur Amerikaya getmək və orada təhsil almağın ən böyük arzusu olduğunu və bu arzusunun da artıq reallaşdığını deyir. Teymurun bir il Amerika təhsilinin gözləntiləri isə çoxdur. Mən gözləyirəm ki, Amerikanın adət-ənənələrini öyrənim əvvəlcə. Necə bir ailə olduqlarını öyrənim, ailə içərisində necə olduqlarını. Sonra ümumi məktəbdə necə olduqlarını öyrənmək istəyirəm. Çünki öyrənmək istəyirəm, görüm Amerikalılar həqiqətən də kinolardakı kimidirlər, yoxsa həqiqətdə fərqlidirlər. Yəni əsas istəklərim budur. Bir də ki, ingilis dil səviyyəmi yüksəltmək istəyirəm. Artıq 22 ildir ölkəmizdə keçirilən müsabiqə nəticəsində mindən çox Azərbaycanlı şagird bu proqram vasitəsilə Birləşmiş Ştatlarda bir il təhsil alıb. Qaliblər Amerikada təhsil almaq üçün Azərbaycanın demək olar ki, bütün regionlarından seçilir.